267-ci ayəsi barəsindədir. İlk növbədə ayənin tilavətini dinləyək. يا أيها الذين آمنوا أنفقوا من طيبات ما كسبتم ومما أخرجنا لكم من الأرض ولا تيمموا الخبيث منه تنفقون ولستم بآخذيه إلا أن تغمضوا فيه واعلموا أن الله غني حميد. Bəqərə surəsinin 267-ci ayəsində Allah Teala iman əhlinə nələrdən infaq etməyi bildirir. İnsan nələri infaq etməlidir? Yaxşılıq nələrdən etməlidir? Ümumi olaraq ilk növbədə bunu bildirim ki, infaq sözü nəfəqə sözündən alınmışdır. Və Qur'an-ı Kərimin nazil olmamışdan qabaq, infaq sözü lüğət etibarı ilə mənfi mənada idi. Qur'an-ı Kərim nazil olandan sonra infaqı müsbət bir kəlmə olaraq işlənmişdir. Qurandan qabaq infaq, yəni hər hansı bir qalığı çıxarmaq, bədxərclik etmək, yersiz xərcləmək mənasında verirdi. İnfaq etmək. Kimsə infaq etsəydi, yetimin, ehtiyaclının xeyir bir işə əl atsaydı, buna deyirlər ki, sən bədxərclik etdin, yersiz xərclədin. Qur'an-ı Kərim nazil olandan sonra infaq barəsində bu işlənən bu söz müsbət mənada dəyərləndirdi. Hər kim infaq etsəydi, Allah Teala bu şəxsi mədh edərdi. Nəticə etibarı ilə infaq elə bir anlayışdır ki, iman əhlinin yanında bu söz dəyərli, üstün və tam olaraq yerində lazımı xərc, iman gətirməyənlərin yanında, küfür edənlərin yanında isə infaq, bədxərc, yersiz xərcləmək deyilir. Necə ki, bu cahiliyyət dönəmində bu anlayışa baxış belə idi, günümüzdə də belədir. Yəni, kimsə hər hansı bir xeyir iş görsə, yəni məktəb dikdirsə, kitab satışına kömək etsə, dini maarifçiliyin yayılmasına kömək etsə, adətən o həmən qəlblərində iman olmayanların baxışında bu israf, yersiz xərc adlanır. Yəni, həmən günümüzdə də bu məsələ eynidir. Amma əgər bunlar cəmiyyətə heç bir formada lazım olmayan bir şeyi xərcləsələr, məxsusən riba, sələm, bunların nəzərinə əsasən bir qazancdır. Baxmayaraq ki, Allah Teala bunu qazanc hesab etmir, bunu ən pis olaraq tanıtdırır. Məqsədim budur ki, bu elə bir sözdür ki, bu sözün mənasında insanın mümin olub olmamasının müdaxiləsi var. Əgər müminsənsə, bu sözə, bu əmələ baxışın tamamilə fərqli olacaq. Əgər qəlbində iman yoxdursa, bu sözü başqa cür məna və izah edəsən. Allah Teala ümumi olaraq İslam şəriətində infaq 3 formada ola bilər. Birinci vacib infaqdır, zəkatdır, xumusdur, kəffarədir və s. İkincisi müstəhəb infaqdır. Bunun nümunələri olduqca çoxdur. Yəni, insan hər hansı bir müəyyən bir miqdar pulu, müəyyən bir məsələni çıxartdığı malın əmtəni kiməsə verir. Bəzən isə haram infaqdır. Yəni, Allaha itaətsizlik üzündən verilən infaq. Bəzən insan yaxşılıq edir, adın yaxşılıq qoyur. Məsəl üçün,
xanəndiyə, ləhv-u ləyb oxuyana, insanları fəsada sərf edənə Allahın niyyəti ilə ona infaq edir. Bu haram infaqdır. Allah Teala insanları infaq etməyə dəvət etsə də, təşviq etsə də, həmişə çalışmışdı ki, bu əməli ümumi formada insanlara çatdırmasın. Bəlkə onun göstərişlərini, onun faydalarını və müəyyən xüsusiyyətlərini vurğulasın. Buna görə də Allah infaq barəsində bir neçə formada danışır. Məsəl üçün, bir dəfə Allah Teala buyurur ki, ey iman gətirənlər, qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda infaq edin. Bu sadədir, birincidir. Bəzən isə Allah Teala bundan daha lətif formada infaqa təşviq edir. Sizə verdiyimizdən infaq edin. Bir dəfə torpağınızdan çıxartdığınız, bir dəfə sizə verdiyimizdən. Bəzən isə bunu demək istəyir ki, ümumən sahib olduğunuz özünüzün deyil, Allahındır. Məsələn, Allahın sizə, Nur surəsinin 33-cü ayəsində, Allahın sizə verdiyi maldan onlara da verin. Yəni, əlinizdə olanı Allah sizə verib və Allahın sizə verdiyi maldan ehtiyac sahiblərini də verin. Bəzən isə, yəni bundan daha biraz, yəni üstəkilərdən biraz incə formada deyir. Ey iman gətirənlər, siz Allahın yer üzündə canişinisiniz və sizin ixtiyarınızda qoyduğumuz xeyir işlərdən sərf edin. Artıq burada Allah Teala insana deyir ki, insan sən mənim yer üzərində xəlifəmsən, canişinimsən və sənə verdiklərim sanki canişinlik kimi vermişəm sənə. Sən bundan başqalarına da ver. Və bunlardan daha incə, daha mülayim, Ali İmran surəsinin 92-ci ayəsində Allah buyurur. Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə siz qurtuluşa və xeyrə nail olmayacaqsınız. Baxın, bu infaq məsələsi Quranda idi. Müxtəlif təbirlərlə Allah Teala insanları infaqa tərəf dəvət edir. Hamısında məqsəd eynidir. Məzmun, deyim, cümlə quruluşu fərqlidir. Bu fərqlilik də insanların tutumuna, mərifətinə görədir. Sən hansı dəstədənsən? Bəzən insan verdiyi infaqı öz malı bilir, elə bilir ki, özü qazanıb və özüm mən infaq verdim. Bəzən isə məqamı çoxdur, böyükdür. Gecədən günüzə işləsə də, səy etsə də, verdiyi infaqı, verdiyi pulu heç vaxt özünkü bilmir. Bəziləri isə nə qədər sevdiyi bir şeyi versə də yenə tərəddüd edir ki, mənim bu verdiyim, mənim sevdiyim Allaha yaraşdı mı görəsən? Əhl-i Beyt əleyhissalamın tərbiyə etdiyi fərdlərdə biz bunu görürük. Əhl-i Beyt buyurur ki, bir yoxsula sədəqə verərkən, müəyyən bir məbləğ verərkən, heç vaxt əlinizi üstdən tutmayın, aşağıdan tutun. Onun əlini öpün. Çünki bunu ona fərd olaraq ona vermirsiniz. O Allahın bəndəsinə verirsiniz. Dediyim kimi, bu xitabların fərqli olması qarşı tərəfin mənəvi durumuna görə fərqlidir. Bu ayəyə gəldikcə isə Allah Teala buyurur ki, ey iman gətirənlər, qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin, infaq edin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifə layiqdir. Allah Teala burada buyruqluyur ki, bəzən siz infaq edirsiniz, kimisə əlindən tutursunuz, ehtiyac üzündən onu götürür. Elə bilməyin ki, sizə verdiyinizə onun rəğbəti var. Ehtiyac üzündən gəlib sənin qapıya, səndən onu alır və sən bu ehtiyacdan istifadə edib ona sevmədiyin bir şeyi verməməlisən. Düzdür, o ehtiyac üzündən onu götürə bilər. Amma sən Allaha təslim olan bir bəndəsənsə, Allahın hakimiyyətini, Allahın bəndəçiliyini öz üzərində hiss edirsənsə, Allahın bəndələrinə qarşı belə
olmamalıyıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh. Oh